Baxaq 93-cü suala. A çıxılsın 1 bölü A-nın kvadratı bərabərdir 5. A üstəgəlsin 1 bölü A-nın kvadratını tapın deyir. Birinci ifadəni sadələşdirək. A çıxılsın 1 bölü A kvadratı bərabərdir 5-dirsə, bunu sadələşdirsək, A-nın kvadratı üstəgəl 1 bölü A-nın kvadratı çıxılsın 2 vur A vur 1 bölü A. Bərabərdir, demək 5 idi. Buradan da A kvadrat üstə gəlsin 1 bölünsün A kvadrat bərabərdir 5-in çıxəndə 7. Bu ifadənin qiymətini tapdıq. Bizə deyir ki, A üstə gəl 1 bölü A-nın kvadratını tapın. Bunu da sadələşdirsək A kvadratı 1 bölü A kvadratı üstə gəl 2 vur A vur 1 bölü A. Bu da eləyəcək ifadə A kvadrat üstə gəl 1 bölü A kvadratını 7 tapmışdıq. 7 üstə gəlinsin 2 olacaq 9. A bəndi. 97-ci suala baxaq. Deyir, A üstə gəl B1 olarsa, ifadənin qiymətini tapın. Bərabərdir yazıram. Sürəti qruplarına ayırsaq, kökləri cəmi 3, hasili 2-dirsə, demək 1 ilə 2-dir. A çıx 1, A çıx 2 olar. Məxrəcdə də A-nı çıxarsam, ilk ikincisindən olacaq. A-nı çıxarsam, olacaq 1 üstə gəl B. Buradan da mənfini çıxarsam, olacaq B üstə gəl 1. İlk ikisini 1, son ikisinə 1 qruplaşdıraq. Bu da bərabərdir. Demək, məxrəcdə B plus 1 yenidən ortaq vurul mərtəzə xərcini çıxarsaq, qalır A çıx 1. Sürətdə də A çıx 1, A minus 2. Bunlar da gedir, qalır A minus 2 bölünsün B plus 1. Burada da bizə verilib ki, A plus B bərabərdir 1-dir. Əvəz edirəm. B-ni yenə yazıram 1 minus A. O da eləyir. A minus 2 bölünsün B-ni yenə 1 minus A üstə gəl 1. Bu da A minus 2 bölünsün 2 minus A. Bunlar da əksəriyyətlər deyə olacaq mənfi 1 ixtisar gedəndə. D bəndi. Baxaq 100-cü suala. 100-cü sualda da deyə sadələşdirin. Sürətdən AB-nin mörtəzə xaricini çıxarsam, qalır A kvadratı çıx B kvadratı. Bölünsün. Məxrəcdən də yenə A və B-ni çıxardıram. A, B, dərəcədən ən kiçik olanı çıxardırıq. Qalır A kvadrat, üstə gəl 2AB plus B kvadrat. Bu da buradan AB-lər gedir. Sürət A minus B, A plus B. Məxrəc də A plus B-nin kvadratıdır. Buradan A plus B-lər gedir. Qalır A minus B, sürətdə məxrəcdə də A plus B-nin 1-i. Bu deyəcək B bəndi. 101-ci suala baxıram. 101-ci sualda da deyir ki, tapın. Deməli, məxrəcləri AB, BC, AC-dir. Ortaq məxrəcə gətirə bilərik. Ortaq məxrəcə gətirə bilərik və yaxud da bunu parçalaya da bilərik. Gəlin birinci parçalamanla yazım. Yəni, ortaq məxrəcə gətirməklə yəqin ki, özünüz də yaza bilərsiniz və yaxud da yazarsınız. Yazıram AB-də A çıxılsın, AB-də B. Çıxılsın. BC-də C, burada bir dənə mənfi var, üstə gəlinsin BC-də B. Üstə gəl AC-də C, çıxılsın AC-də A. Buradan da ixtisarları aparsaq, deməli A-lar getdi, B-lər getdi, C-lər getdi, buradan da B-lər getdi, buradan C-lər, buradan da A-lar. Qalır 1 böl B, çıxılsın 1 böl A, çıxılsın 1 böl B, üstə gəl 1 böl C, üstə gəl 1 böl A, çıxılsın 1 böl C. 1 böl C-lə islah olunur, 1 böl A-lar, 1 böl B-lər, buradan da qaldı 0 A bəndi. 104-cü suala baxaq. Kəsək ixtisar edilir. Sürətdən AB-ni çıxarsam, bərabər deyəcək. AB-ni çıxarsam, qalır AB, üstə gəl A kvadratı B, üstə gəl 1. Məxrəcdə də elə A kvadratı B, üstə gəl AB, üstə gəl 1. Bunlar da gedir, qaldı elə AB. Olacaq C bəndi. Baxaq 113-ə. Deyir ki, x kvadratı çıx, y kvadratı çıx, z kvadratı üstə gəl 2yz. İfadənin vuruqlarından biridir. Yəni, bu ifadənin vuruqlarından biridir. Burada baxırıq, yz hasili və yz kvadratı var. Ona görə bu üçün bir qruplaşdırır. X kvadratı mənfini çıxardıram birinci. Y kvadrat üstə gəl z kvadrat çıxılsın 2yz. Buradan da bərabərdir. X-in kvadratı çıxılsın
X kvadrat çıxılsın. Bu bizə verir y minus z-in bağlanmış kvadratı. Bunu da a kvadratı minus b kvadratına əsasən kvadratlar fərqinə görə açsaq, x kvadrat çıx y minus z, daha doğrusu x çıxılsın y minus z, bir dəfə də x üstə gəlsin y minus z. Bu da eləyir x minus y plus z, x plus y minus z. Bu da vuruqlarından biri deyir, hansıdır? C bəndi. 114'ə baxıram. 114'də də a kvadratı çıx b kvadrat bərabərdir 4a çıx 4b. A plus b cəmini tapın. A da b-dən fərqlidir. Burada a çıx b, a plus b, 4'ü çıxarsaq a minus b. Buradan a b-dən fərqli olunca bunlar ixtisar gedər. A plus b bərabərdir 4 alınar. D bəndi, bu rahat çalır. 115-ci suala baxıram. X üstə 4 plus 4 deyir ifadəsinin vuruqlarıdır. Bunu müxtəsərə görə birinci yazırım x kvadratının kvadratı üstə gəl 4'də yazırım 2'nin kvadratı. Buradan da köməkçi düstur əsasən x kvadrat plus 2'nin bağlanmış kvadrat çıxılsın 2 vur x kvadrat vur 2. Bu da bizə verir x kvadrat plus 2'nin bağlanmış kvadrat çıxılsın 4x kvadratı. Bunu da təzdən yazaraq x kvadrat plus 2'nin kvadratı çıxılsın 4x kvadratı 2x'in bağlanmış kvadratı yazar. Bunu da kvadratlar fərqinə görə açsaq, x kvadrat plus 2 çıx 2x, bir dəfə də x kvadrat plus 2 plus 2x. Bunun da vuruqlarından biri olacaq 3-cü, bir də 4-cü. 3, 4, Y bəndi. 118'i yazıram, 1 çıxılsın, 1 bölünsün, 1 çıx, 1 bölünsün, 1 plus 1 bölə. Burada ən sondan hesablaya gələk. Deməli, 1 çıxılsın, 1 bölünsün, 1 çıxılsın, 1 bölünsün. Bunu hesablasaq, olur a-da a plus 1 bərabərdir. Yenə 1 çıxılsın, 1 bölünsün, 1 çıxılsın, 1 bölünsün. Bunu tərsinə çevirirəm. Olur, tərsinə çevirirəm. A bölünsün, a plus 1. Məxrəc qalxır sürətə. O da bərabərdir. 1 çıxılsın, 1 bölünsün. Buranı ortaq məxrəcə gəlsək, a plus 1-də olacaq a plus 1 çıxa. Bu da bərabər 1 çıxılsın, 1 bölünsün, a'lar gedir, 1 böl a plus 1. Bu da təzdən vurmaya çevirəndə o 1 çıxılsın, 1 də a plus 1. Bu da bizə verir ki, buradan yazacaq. 1 çıx, a çıx 1. 1-lər gedir, qalır mənfi a. Mənfi a D bəndi. 119-cu suala baxıram. 2x üstə gəlsin 1 bölünsün 2x bərabər də 6 olarsa 16x üstə 4 plus 1 bölünsün 4x kvadratı. Bunu sadələşdirsəm, ayrı-ayrı kəsər parçalasam 4x kvadratına 16x üstə 4 plus 1 bölünsün 4x kvadratı. Bu deyir bizdə, bunlar gedir 4x kvadrat üstə gəl 1 böl 4x kvadratı. Buna baxsaq, yuxarıdakı şərti kvadratı yüksəlsək taparıq bunu. Deməli, 2x üstə gəlsin 1 bölünsün 2x'in kvadratı bərabər də 6'nın kvadratına. Bunu da açan deyir 4x kvadrat üstə gəl 1 böl 4x kvadrat üstə gəlsin 2 vurulsun 2x vurulsun 1 bölünsün 2x bərabər də 36. Bu 2x'lar getdi. Olur ki 4x kvadrat üstə gəlsin 1 bölünsün 4x'in kvadrat bərabər də 34'də. 36'dan 2 çıxanda 34. Bizə də bu ifadənin qiymətini soruşurdu. Bunu da elə 34 tapdıq. B bəndi. 120-ci suala baxıram. X böyük 1-dirsə, x-in kvadratı üstə gəl 1 böl x-in kvadratı bərabər də 34 olarsa, x kvadratı çıx 1 böl x kvadratının qiymətini tapın. Burada nə edərik? Bunu vuruqlarına ayırsam, x çıx 1 böl x və x plus 1 böl x. Deməli, biz həm x çıx 1 minus x tapmalıyıq, həm də x plus 1 plus x tapmalıyıq. Bunun üçün bu şərti köməkçiyə əsasən bir dəfə minusla, bir dəfə plusla açaq. X kvadrat üstə gəlsin 1 böl x kvadrat bərabər də 34. Bunu bir dəfə minusa görə yazsaq, x minus 1 minus x-in kvadratı üstə gəlinsin 2 vurulsun x vur 1 böl x. Bu şəkildə olaraq köməkçi üstünə yazacaq 34. Burada da x-lar gedər.
x çıxılsın 1 bölü x'in kvadratı bərabərdir 32'yə. Buradan da x minus 1 bölü x bərabər müsbət mənfi köçətdə 32. Bu şəkildə aldı. Bizdə də x 1-dən böyük olduğuna görə biz bunu müsbətin götürəcəyik. Olacaq köçətdə 32. Yaxşı. Bunu tapdıq. Bunu silirəm. Deməli, bərabərdir. Buranı da silək. Bərabərdir. Köçətdə 32 vurulsun. Bir dəfə də plusla yazıram. X üstəgəl 1 bölü x'in bu ifadəni bir dəfə də plusla köməkçiyə görə açırıq. X üstəgəl 1 bölü x'in kvadratı çıxılsın 2x vur 1 bölü x bərabərdir 34'ə. Buradan da olacaq ki, x üstəgəl 1 bölü x'in kvadrat bərabərdir 36'ya. Bu dəfə yenə x üstəgəl 1 bölü x bərabər müsbət mənfi 6. X 1-dən böyük olduğuna görə müsbət 6'nı götürəcək. Ona görə burada da vurulsun elə. Nə olacaq? Vur 6. O da bərabərdir. Da buranı silək. 6 kök 32. 6 kök 32'ni də 16 vur 2 kimi yazsaq. 16'dan 4 çıxır. 24 kök 2 B bəndi.